Situasiya tapşırıqlarının izahları ilə davam edirik. Uşaqların ən çox qorxduğu situasiya və ətraflı yaz təbi olunan testlər olsa da, ən asanı və ən çox bal verən bu testlərdir. Ona görə sualların şəklinə, formasına baxıb aldanmayın. Sualı diqqətlə oxuyub bir-bir cavablandırmağa çalışın. Yəni ən gözəl balı bu suallar verir. Deməli, müqavimətləri R1 bərabərdir 12 ohm və R2 bərabərdir 6 ohm olan közərmə lampaları sabit gərginlik mənbəyinə qoşulmuşdur. K çarını qapadıqdan sonra hansı lampa daha parlaq yanar? Bildiyimiz kimi, lampalar paralel birləşdirildikdə dövrədəki gərginlik hər iki lampa üçün sabitdir və ohm qanununa görə I bərabərdir U böl R. Cərəyan şiddəti gərginliklə tərs asılıdır. Və düsturu buraya yazacaqsınız. I bərabərdir U böl R-ə görə, yəni ohm qanununa görə. Müqaviməti kiçik olan lampadakı cərəyan şiddəti böyükdür. Deməli, R2 lampası daha parlaq yanar, işıqlanar. Ümumiyyətlə, lampaların parlaqlığı dedikdə cərəyan şiddəti nəzərdə tutulur. Hansı lampada cərəyan şiddəti çoxdursa, parlaqlıq da daha çoxdur. 59. Eyni zaman müddətində lampalarda ayrılan istilik miqdarlarının nisbətini hesablayın. Paralel birləşmədə U sabitdir deyə Q bərabərdir U kvadratı böl R vur T düsturundan istifadə etməliyik. Və beləliklə Q R-lə tərs mütənasibdir. Yəni Q1 böl Q2 bərabərdir R2 böl R1. Bu da bərabərdir 6-nın 12-yə nisbəti 2-də 1. 60-cı sual. Mənbənin sıxaclarındakı gərginlik 9 volt olarsa, 8 saniyə müddətində dövrədə ayrılan istilik miqdarı nəyə bərabər olar? Birləşdirici naqillərin müqaviməti nəzərə alınmır. Gördüyümüz kimi, lampalar bir-birinə paralel qoşulubdur. Ayrı-ayrı müqavimətlərə görə paralel birləşmədəki ümumi müqaviməti hesablayaq. R paralel bərabərdir R1, R2 böl R1 üstəgəl R2. Deməli, 12 vur 6 böl 18. 6 ilə 18-i ixtisar edirəm. 12 böl 3 qalır 4 ohm. Gəlin bir də yoxlayaq. 12 vur 6 böl 12 üstəgəl 6. Bəli, 4 ohmdur. İndi Q-müzü hesablaya bilərik. Q bərabərdir U kvadratı böl R vur T. U-muz 9-dur. 9-un kvadratı böl 4 vur 8 saniyə T. Burada qaldı 2. 81-i vururam 2-yə. Cavab 162 joule. Bu qədər.